Çox ağır bir durumda 20 qəpiyi böyük pul bilib müəyyən bir yolu peşkov gedərək evdə çörək arasına pendir qoyub ki restoranda yemək yeməyək pulumuz xərclənməsin deyə maşında oturaq yeyək işimizi böyüdək deyə. Amma bugün həqiqətən çox şanslıyıq. Bugün çox qürurluyam. Azərbaycanı belə təmsil etdiyimiz üçün çox şanslı. Bu qrupun yaranması üçün başda Gülpəri xanıma təşəkkür edirəm ki, Azərbaycana Forever'ı belə tutdu ayaqda. Bəhruz müəllimə, İlkar bəyə, şirkətimizin əməkdaşlarına və bizimlə birlikdə keçmişlər. Ay, çox təşəkkür edirəm müdürüm. Minnətdarım. Çox sağ olun. Müdürüm, mütləq birlikdə yıqın. Ne yaxşı? Çok teşekkür bizim büyük gururumuz, fəxrimiz sizsiniz. Əlbəttə, əlbəttə. Biz hamımız birik. Siz bilirsiniz. Islatmalıyız. Çünkü biz bir aileyik. Ne kadar ki içerideki egolar atılsa, ne kadar içerideki insanlara karşı paxıllıq hissimiz azalsa, Allah o kadar hamınızı alacaq. Amin. Çalışın, egosuz yaşayın. Birbirimizi sevmeye biz alışaq. Biz birbirimizi sevməliyik. Uzaqlayıb uğurlarına sevinək. Sizin uğurunuz bizim uğurumuz. Bizim uğurumuz sizin uğurunuz demeye çalışaq. Onda biz bak, büyük bir sorun için Azərbaycan'da olacağız.